Artıq tam aydınlaşıb ki, Azərbaycanın şimalında və cənubunda nə baş verəcək? Bu, isti müharibə ilə nə müharibə, nə sülh vəziyyəti arasında bir növ sallanma effektidir. Belə idarə olunan geosiyasi qarışıqlıq uzun müddət, bəlkə illərlə davam edəcək. Qlobal Info xəbər verir ki, bunu Azərbaycanın sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov deyib. Stat: Bu böyük qeyri-sabitlik zonalarının arasında Türk Dövlətləri Təşkilatı üzvlərinin ərazilərində sabitlik qorunur. Bu sabitlik oxunun mərkəzində isə həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkə olaraq Azərbaycan qalır. Buna görə siyasətimizin formatı əvvəlcədən müəyyən olunub. Neytrallıq və qoşulmama hərəkatının prinsiplərinə uyğun şəkildə müdaxilədən çəkinmək. İkinci Dünya müharibəsi dövrünün Türkiyə və İsveçrə xarici siyasət ənənələri də bizə lazım ola bilər deyə Tofiq Zülfüqarov qeyd edib. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.